gün yeni rəhbərlər üçün uğura gedən yol xəritəsini birlikdə nəzərdən keçirəcəyik. Deməli, idarə etməyə ilk addımı atmaq həqiqətən də biraz qorxuducu görünə bilər. Yaxşı, bəs sadəcə başlamaq yox, həm də davamlı uğur qazanmağın sirri nədədir? Cavab çox sadədir. Aktiv olmaq və dayanmadan inkişaf etmək. Gəlin idarə etmə dahisi Peter Drucker'in bu möhtəşəm fikrinə bir nəzər salaq. Yəni, əsl idarə etmə tək başına işləmək deyil, komandanla birlikdə nəticəyə çatmaqdır. İlk işiniz etimad yaratmaqdır. Bunun için isə davranışlarınızda sabit və ardıcıl olmalısınız. Yeni bir rəhbər kimi diqqətinizi dərhal bu 4 fundamental sahəyə cəmləməlisiniz. Məqsədlər çox aydın olmalıdır. Çünki hər kəs hədəfi biləndə möhtəşəm işlər ortaya çıxır. Amma bir təhlükə var. Zəif ünsiyyət. Bu, asanlıqla problemlərə və inamsızlığa gətirib çıxarır. Bəs belə bir vəziyyətdən necə yayınmaq olar? Komandanı necə bir arada saxlamaq olar? Cavab, komandanı gücləndirməkdir. Onları prosesin aktiv bir parçasına çevirmək lazımdır. Baxın, komandanı gücləndirmək üçün bu 4 element şərtdir. Bunlar olsa, komandanız canlanacaq. Məqsəd də məhz budur. Enerjili, vahid və inanılmaz işlər bacaran bir komanda formalaşdırmaq. Uğur bir dəfəlik deyil, davamlı bir prosesdir. Analiz, plan, icra və öyrənmə. Bu dövrə dayanmamalıdır. Ən vacibi isə heç vaxt arxayınlaşmamaqdır. Həmişə daha yaxşı olmaq üçün bir yol var. Karyerada yüksəldikcə uğurun qaydaları da dəyişir. Sizi bura gətirən bacarıqlar sizi daha irəli aparmaya bilər. Deməli, karyeranızı şuurlu idarə etmək istəyirsinizsə, bu bacarıqları mütləq inkişaf etdirməlisiniz. Bir şeyi unutmayın, uğurlu karyera təsadüf deyil, şuurlu şəkildə atılan addımların nəticəsidir. Karyeranızın sülkanı sizin əlinizdədir. Bəs sizin növbəti addımınız nə olacaq?